YouTube-da kanal açmaq üçün ilk öncə Google-a daxil oluruq və axtarış yerindən youtube.com yazırıq. Əgər hesab açmamışıqsa, bizi belə bir səhifə qarşılayır. Əgər bizim hesabımız varsa, normal videolu olan, yəni ki, ekranda videolar görsənəcək. Əgər hesabımız yoxdursa, oturmaça klikləyirik. Buradan başqa bir hesabdan da istifadə edə bilərik, mövcud hesablarda istifadə edə bilərik. Mən burada mövcud hesablardan birindən istifadə edəcəm. Buradan davam edə klikləyirik. Mən kompüterimə şifrə qoyduğum üçün belə bir pəncərə açıldı. Əgər siz kompüterə şifrə qoymayasınızsa, sizdə belə bir pəncərə açılmayacaq. Buradan da şifrəmizi yazıb davam edirik. Daha sonra bizdən ikinci bir Gmail istəyir. Bunu da yazırıq və kaydetə basırıq. Ardınca bizdən ev adresimizi istəyir. Buradan biz ev adresimizi qeyd edirik. Daha sonra kaydetə klikləyirik. Və bizim YouTube səhifəmiz açıldı. Bəs biz YouTube-da necə video yükləyirik? YouTube-da video yükləmək üçün biz YouTube Studioya daxil oluruq. Burada qara yazılı bir video yükləyin və yaxud da ki, burada gördüyünüz əməliyyatı icra edə bilərik. Daha sonra dosyanı seçə klikləyirik və bizim videolarımız, sənədlərimiz açılır. Buradan istədiyimiz videonu seçirik. Ardınca YouTube-a həmin o videonu yükləmək üçün bəzi addımlar gəlir. Onları əməl edirik ardıcıl olaraq. Göründüyü ki, mən digər addıma keçmək istədim. Mən deyək ki, birinci addımı elə, daha sonra ikinciyə keç. Burada biz açıqlama var. Orada videonun açıqlamasını qoyuruq. Məsələn, mən yazmışam ki, proqramdan istifadə qaydaları. Daha sonra bizə uyğun olan şərtləri tənzimləyirik. Bütün tənzimləmələri elədikdən sonra isə irəliyə klikləyirik. Və videomuz artıq yükləndi. Yüklədiyimiz videoya baxmaq üçün içerik hissəsinə klikləyirik və bizim yüklədiyimiz videonu artıq biz görürük. Burada biz videonun üzərinə və yaxud da ki, aşağıdakı karandaşa klikləyərək tənzimləmələrini eləyə bilərik. Məsələn, açıqlamanı dəyişdirə bilərik. Videonu silmək üçünsə orada verilmiş 3 nöqtədən tamamən silə klikləyirik və verilmiş bu qutucuğa işarə qoyuruq ki, mən razıyam, videom tam silinsin. Daha sonra silə klikləyirik. Beləliklə videomuz silindi. Paralel olaraq telefondan da biz YouTube stüdyomuza daxil olmaq istəsək, siz bölməsinə daxil oluruq. Daha sonra bizim YouTube kanalımızın adı olan hissəyə klikləyirik və avtomatik bizim kanalımız açılır.
Məsələn, mən video paylaşmışdım. Bu videonun ilk yayımlanması canlı olduğuna görə müəyyən bir vaxt ayırır. O vaxt bitdikdən sonra isə gördüyünüz kimi video açılır.